Yuxu super silahdır. Əgər yuxu pulla olsaydı, yəqin ki, qiyməti neçə milyon olardı. Sadəcə, məsələn, xəyala dalmaq. Məsələn, xəyala dalıb nəyisə düşünmək, ona inanmaq. Əslində, pulla olsaydı, çox qiymətli olardı. Sadəcə, yuxuda bu fundamentləri bəlkə də çoxunuz bilirsiniz ya yox. Mən bəzi məsləhətim odur ki, yatmamışdan 1 saat qabaq texnologiyanı təmiz dayandırın. Və heç bir yarımçıq iş görməyin. Kiməsə mesaj göndərməyin. Siz mesaj göndərirsiniz, deyirsiniz yadımdan sabah cavabı gəlsin. Amma sizin beyniniz cavabı gözləyir. Bir insomniyanın qarantiyasıdır, yuxusuzluğun qarantiyasıdır. Axı sizin yuxunuzun keyfiyyəti avtomatik getdi. Çünki siz oradan artıq şuuraltı səviyyədə cavab gözləyirsiniz. Özü bir mübahisəli məqamdırsa, ya iş məqamıdırsa. Yəni təmiz dayandırın yarımçılığı yuxudan qabaq, 1 saat qabaq ən azı. Sonra otağınız nə qədər qaranlıq olsa o qədər yaxşıdır. Yəni bunlar ümumi məsləhətlərdir. Və bir də dərin yuxudan gedir söhbət. Siz 5 saat yatarsınız, dərin yatarsınız, 15 saat yatarsınız, səthi yatarsınız. O 5 saat dərin ondan daha keyfiyyətlidir.